Salam, dəyərli YouTube, TikTok və Instagram telekanalımın izləyiciləri, hər birinizi salamlayıram. Sizinlə mən Lara. Bugün yenə də bürclərdən danışacağıq. Bu günləri buğalardan danışacağım. Dəyərli, vəfalı buğa bürcləri. Sakit və vəfalı, heç kəsdə işi olmayan buğalardan. Buğaların kodunu deyirəm. İlk öncə sizə buğaların negativ şifrəsi 444-dür. 444. Onu da deaktiv etmək üçün direktdə əlaqə saxlayırsınız məndən. Mən sizə məlumat verəcəm. Buğalar nə gözləyir? Biz may ayı üçün danışacağıq buğa bürclərini. May ayının birindən. Venera həyatımıza girir. Venera gözəllikdir, Venera sağlamlıqdır, Venera xoşbəxtçilik simvoludur. 5 həftə həyatımızda olacaq. Dəyərli buğalar üçün sakit, təmkinli, vəfalı buğalara. Bu nə kimi təsir edəcək? Yaxın insanlardan, qohum, rəfiqə, tanışlardan nəsə bir yeni bir xəbər eşidəcəklər. Çoxdan uzun zamandır sevgilisini görməyən və yaxud istədiyi adamı və yaxud bir dostu, sinif yoldaşını görməyən buğalar var, hansılar ki, onlar ola bilər əlaqə saxlasınlar, görsünlər bir-birlərini. Unutmayaq ki, bu ayda da biz retrograsiya yaşayacağıq. Çox üzr istəyirəm, mənfi retrograsiya deyil bu, müsbətədir. Yəni keçmişdə məsəl üçün nəyə yaşamışıqsa, keçmiş deyəndə ki, yaxın 30 ildə biz nəyə yaşamışıqsa, onun təkrarını yaşaya bilərik. Yaxın 16 ildə nə olubsa həyatımızda ona bənzər bir şeyi yaşaya bilərik. Buğalar da bunu yaşayacaq, yaşaya bilərlər. Bu da normal haldır. Və buğalar üçün nə çıxır bu may ayı üçün? Buğalar üçün o çıxır ki, uzaq, inostranic, hansısa bir xarici vətəndaşla iş qura bilərlər, xarici vətəndaşla dostluq edə bilərlər və yaxud xaricə gedə bilərlər, xarici səfər ola bilər uzaqdan. Burada telefondur, burada sosial şəbəkədir, bunlar böyük rol oynayır həyatımızda. 4 maydan Pluton 14 oktyabra qədər buğaların həyatında olacaq. Bu nədir? Böyük işgüzar görüşmələr ola bilər, böyük söhbətlər ola bilər, böyük məqsədlər ola bilər. Amma bunları hər birini düşünərək hərəkət etmək lazımdır. Çünki burada 4 maydan 14 oktyabra qədər bizdə qara ay, çornaya luna girir həyatımıza. Bunu biraz idarə etmək lazımdır. Məsəl üçün, görürsən ki, aqressiyaya tərəf gedir, sən özü kontrolu götürürsən. Bilirsən ki, bu çorna lunadır və özünüzə deyirsiniz, yox. Bu alınmayan işin, məsəl üçün, alınan iş birdən dayandı. Siz sırası panikaya, negativə düşməyin. Anlayın ki, bu çorna lunadır. Bu qara aydır. Bunu mən çıxacağım bu polajeniydən, bu vəziyyətdən çıxacağım, mütləq çıxacağım. Bu bir sınavdır, qısa bir müddətdir və bundan yaxşı, uğurlu, başarılı çıxacağım. Bunu deməyimiz belə yetər. Kimsə işlədiyiniz yerdə sizin köhnə iş yoldaşınız, yəni çox uzun zaman bir bərabər işlədiyiniz iş yoldaşınız ola bilər ki, yerini dəyişsin və yaxud çıxsın və yaxud siz ola bilər müdirsiniz, sizin işçiniz hansısa ərizəsini yazacaq, çıxmaq istəyəcək. Kimlərsə imza ata bilər boşanmaya, kimlərsə imtina edə bilər. Mən məsələn alimenti etməyəcəm, amma bir tutarlı bir səbəb söyləyəcək və onu önə gətirəcək ki, bu səbəbdən. Sonra buğalar üçün pul, finans, kimlərsə yardım edə bilər buğalara, kimlərsə valideyn ola bilər, dost ola bilər, tanış ola bilər, kimsə ola bilər deyər, borca pul verirəm sizə və yaxud deyər, mən sizin bu işinizi, sizə yardım edəcəm, bu işinizi görə bilərsiniz. Yəni buğalar üçün hər hansısa bir doxod olacaq, kənardan kömək, dəstək, çuji dengi, özgə pullar, öz pulu yox, başqasının dəstəyi və köməyi. Və dəyərli buğalar üçün dolu ayda, 12-si may dolu aydır, dolu ayda söylədiyim kimi dəstək kömək ola bilər dolu ayda. Ondan sonra buğalar üçün, buğalara nədənsə imtina etmək düşəcək. Məsəl üçün, buna lazım olmayan bir əşyadan, bir insandan uzaqlaşmaq düşəcək. Məsəl üçün, bəzi buğalar bayaq söylədiyim kimi ola bilər, boşanmaya imza atsınlar, qərar versinlər ki, mən boşanıram. Bundan məyus olmamalıdır. Və yaxud hansısa buğa deyə bilər ki, mən maşınımı satıram, bunu istəmirəm. Və yaxud hansısa bir buğalarda o ola bilər ki, sabah gedir imza atmağa, bu işə alınmır.
söyləyirlər bir həftə sonra gəl. Buna məyus olmayın. Bu sizin xeyriniz olacaq. Nədənsə izbavlətsə, çıxacaq, həyatınızdan çıxacaq və bunun əvəzinə daha yaxşısı gələcək. Bax bu kimi. Sonra isə yeni professiya çıxır buğalar üçün. Kimsə hansısa buğalar ola bilər, kursa getsinlər, obuçeniya oxumağa. Bəzi buğalar harasa yazıla bilərlər kurslara, işdən sizi göndərə bilərlər və s. və ilə axır. Bax bu cür. Yeni pullar, yenə mayın 27-sinə sizə yeni pullar görsəndə 25-dən 27-sinə bankdan hər hansı bir məktub gələ bilər və yaxud sizə kimdənsə mesaj, ismarıcı ola bilər. Hə, mən sənə kömək edə bilərəm, bəli. Mən sənə dəstək ola bilərəm kimi. Bax bu cürə də. Ümumiyyətcə buğalar üçün çox gözəl çıxır. Mayın 1-dən ta mayın 31-nə qədər, 30-una qədər. Bunu qoyuram bir kənara. Mən nə üçün deyirəm 30-31-nə kimi və bunu da qoydum bir kənara. İyun ayının 7-sinə qədər. Çünki burada bizdə Venera var, Saturn var. Məsəl üçün ayın 30-u siz hər hansı bir işin dalınca gedə bilərsiniz. O iş tam alınmaya bilər və siz məyus olmaq yerinə sevinməlisiniz. Bir gün sonra ondan da yaxşısı olacaq. Bu kimi. Və ümumiyyətcə iyun ayının 7-sinə qədər sizə dəyişikliklər çıxır. Hansısa bir çoxdan görmədiyiniz işləri tamamını edəcəksiniz özünüz üçün. Bax bu cürə. Dəyərli buğa bürcləri, dəyərli vəfalı buğalar, mən sizin hər birinizə şans arzu edirəm və bir də unutmayın, sizin şifrəniz 444. Bu negativ kodu da bunu öz üstünüzdən götürməyi unutmayın. Bu 4-lər içində ancaq mənə direktdə yazacaqsınız, mən sizə tərəfli deyəcəm. Və dəyərli buğa bürcləri, ümumiyyətcə bu may ayında nə dəyişiklik edəcəksinizsə, bu sizin həyatınızda 3 illik, yəni siz 3 il bununla bəhrələnəcəksiniz. Mən 3 illik həyatımda nəsə bir dəyişiklik etdim, 3 il mənim hayatıma davam etdi. Bu iş ola bilər, bu hansısa kurs ola bilər, işdən belə göndərsinlər. Bu 3 il sizin həyatınızda böyük dəyişikliklər etsin və yaxud bu il siz nəyəsə addım ata bilərsiniz, bunun bəhrəsini 3 il ərzində görəcəksiniz. 3 ildən də artıq, yəni artıq 3 il ərzində tam olaraq oturacaq yerinə. Yəni bu kimi dəyərli buğa bürclərim. Və videomu bəyəndinizsə, like etməyi, takib etməyi unutmayın. Çox sevinərəm və fikriniz mənim üçün də çox önəmlidir. Öz fikirlərinizi yaza bilərsiniz. Mən sizə cavablandıra bilərəm. Çox sağ olun. Hər birinizə deyirəm, uğurlar sizə, siz buğalara.